Vaxtınız xeyir, hörmətli izləyicilər. Bugün Bütöv Azərbaycan Ocaqları Başqanı Zahir Əlisoy qonağımızdır və biz təbii ki, İrandakı son durumu müzakirə eləyəcəyik. Zahir bəy, xoş gördük. Necəsiz? Ümumiyyətlə, baş verən hadisələrə münasibətiniz necədir? Sizcə əslində nə baş verir? Həqiqətən bir inqilab abu-havası varmı bu gün İranda? Xoş gördük. Mən də bütün izləyicilərimizi salamlayıram. Məsələ çox fundamental məsələdir təbii ki. İndi biz də mən də çalışacağam daha real proses necə gedir, necə görürük daha doğrusu o şəkildə danışam. Biraz yəni sadəcə o təbliğat xarakterli biraz Azərbaycanın quzeyində proqnozlar verilir, çıxışlar olunur. Mən hesab edirəm ki, biz daha çox realist olmalıyıq. Real orada bizim vəziyyətimiz nə yerdədir və hansı proseslər gedir. Şübhəsiz ki, inqilaba yaxın elementlər var. Amma hələlik rejimin tükəndiyi fikrində deyiləm. Yəni, amma böyük bir proses başladı. Əks tərəfin tutalım şərti olaraq müxalifət adlandırsaq və yaxud xalqın diktə eləmə mərhələsi çatdı. Yəni bundan sonra rejimə daha çox diktə eləmə imkanları olacaq. Necə ki, o başörtü ilə bağlı başlayan prosesin yekununda məsafə versələr belə hakimiyyət geri addım atdı. Bundan sonra bir çox məsələlərdə hakimiyyət geri addım atmağa məcbur olacaq. Bunun başqa çıxış yolu yoxdur. Çünki İran dövlətini perspektivə aparan iqtisadi, siyasi, ictimai heç bir şey görünmür ki, millətə nə verəcəklər ki, bunlar təzədən güc toplaya bilsinlər. Bir də İran hakimiyyətinin xarici dəstəyi görünmür real olaraq. Hər hansı bir dövlətin istəyir Çin olsun, istəyir Rusiya və ixtiyari bir dövlət bir şey hiss olunmur. Yəni dəstək görünmür bu hakimiyyətə. Amma rəqib və düşmən görünür. Konkret və açıq şəkildə görünür Amerika-İsrail timsalında. Və hətta onlar da görünən mənzərə odur ki, ikinci dərəcəli, ikinci plandadırlar. Xalqın özü real addımlar atır. Real addımlar atır. Və konkret olaraq dərhal hakimiyyətin hələlikdə dəyişəcəyinə, üsyanın hakimiyyətin devrilməsi ilə nəticələnə tezliyinə inanmıram. Bu proses çəkəcək. Biraz da müşahidə aparmalıyıq. Konkret fikirlər söyləmək elə məsələlər var ki, olmur. Sözünüzü qüvvət, bənzər hadisələr 2017, 19, 22-ci illərdə də baş vermişdi. O dövrdə də istər Quzey Azərbaycanda, istər dünyanın müxtəlif ölkələrində, ələxüsus Türkiyədə Molla rejiminin devrilməsi ilə bağlı bir çox spekulativ açıqlamalar yayılmışdı. Amma mahiyyətə baxanda əslində indi baş verən hadisə digər baş verən ixtişaşlardan çoxmu fərqlənir? Fərq nədədir ki, biz məsələn Məhsa Əminidə dedik ki, Molla rejimi devriləcək, məsələn düşünürdük ki, devrilə bilər, devrilmədi. Bəs bu gün əlimizdə nə var ki, bugün məsələn deyə bilərik ki, devrilsin? Çünki Molla rejimi devriləcək deyənlərin sayı çoxluq təşkil edir. Bu nədən qaynaqlanır sizcə? İndiki aksiyaların əvvəlki ixtişaşlardan fərqi nədir ki? Birinci növbədə 12 günlük hərbi əməliyyat. Yəni nüfuz etibarilə İranın daxilində İran siyasi hakimiyyəti bir daha öz etibarını itirdi əhalinin gözündə və dünya ictimaiyyəti qarşısında. Demək olar ki, səması boş və İsrail qırıcıları rahat şəkildə Tehran səmasında hərbi əməliyyatlar həyata keçirdi. Bu İran psixoloji cəhətdən İran üçün çox böyük zərbə idi. Nə qədər gizlətsələr də, başqa don geyindirməyə çalışsalar da çox ciddi bir məğlubiyyət idi. Və iqtisadi məsələlər təbii ki, mühüm rol oynayır, sosial məsələ və günü-gündən çətinləşir və insanlarda demək olar ki, ilk dəfə olaraq daha aydın şəkildə bu hakimiyyət gedə bilər hissi artıq formalaşdı və kütləvilik baxımından da hal-hazırda Azərbaycan hissəsi istisna olmaqla demək olar ki, əyalətlər əsasən iştirak elədi bu prosesdə. Mən üçün ən təəccüblüsü Kirmanşahın, yəni şiələşmiş kürdlərin, Məşədin, yəni bir dini mərkəzin və eyni zamanda Şirazın ayağa qalxmağı idi ki, bunlar rejimin kifayət qədər ciddi sosial bazasının olduğu ərazilər idi. Dəfələrlə demişəm, yəni hesab edirəm bir də təkrar etməyə dəyər bir ziyanı olmaz. Azərbaycan Respublikasının varlığı, yəni İranda ideoloji siyasi iflasa böyük təsir etdi. Yəni bunu
İran dövlətini idarə edənlər əvvəlcədən də bilirdi və bu düşmənçilik sadəcə müəyyən strateji məsələlərdən, geopolitik məsələlərdən qaynaqlanmır. Bu bir milli ideoloji bir mahiyyəti var məsələnin. Konkret olaraq Azərbaycanın quzeyində milli ideoloji xətt İrandakı şiəli ideologiyasına qalib gəldi. Yəni şərti olaraq türk millətçiliyi desək, Azərbaycan Milli Azadlıq Hərəkatı, Xalq Hərəkatı, Qarabağın azad olunması bir türk millətinin bir hərəkatıdır. Bu hərəkat orada yaşayan türklər üçün çox böyük əhəmiyyət kəsb etdi. Və elə bil millətçilik ideologiyası şialik ideologiyasına üz-üzə gəldi. Və millətçilik orada ciddi sarsıntılar yaratdı insanların təfəkküründə. Çünki o İran ideoloqları da halın davamlı təbliğat aparırdılar. Bu Azərbaycan kimdir ki, amili filan və digərləri aşağılama prosesi davam edirdi və bütün iflasla yekunlaşdı. İkinci bir məsələ, ilkin mərhələ Azərbaycanın güneyindən Azərbaycanın quzeyinə gələn 90-cı illərdəki insanlar özlərinə İranlı deyirdilər. Bu sərhədlər açıldı, Azərbaycan müstəqil dövlətə çevrildi və tədricən onlar da özlərini Azərbaycanlı deməyə başladı. Bura gələn insanlar ən azı. Və tədricən Azərbaycançılıq şüuru, türklük şüuru elə bir şəkildə yayıldı ki, hal-hazırda sən güneydən gələn soydaşlarımıza sən İranlısan deyəndə səbinə toxunur. Ya bu qədər böyük. Hətta Azəri sözü belə olar. Bəli, Azəri sözü belə. Yəni Azərbaycan Respublikasının varlığı İran sözü ilə Azərbaycan sözünün ifadənin, dövlət adlarının toqquşması belə Azərbaycan sözü İran sözünə qalib gəldi. İran kimliyinə qalib gəldi. Və mahiyyət etibarilə bu da gətirib hakimiyyətin iflasına çıxardı. Azərbaycan qədər İranı zəiflədən heç bir dövlət olmadı. Yəni ideoloji mənəvi cəhətdən. Bu da indi İran strateqləri çox gözəl bilirdilər, qarşısında ala bilmədilər və bundan sonra da ala bilməyəcəklər. İkinci mühüm bir məsələ nə idi? İnsan saxtakarlığı, din xadimlərinin saxtakar insan olmaqları. Məsələn, İran-İraq müharibəsində, ilkin mərhələlərdə doğrudan da böyük din xadimlərinin övladları müharibədə vuruşub, şəhid olub gəlirdi. Tutaq ki, onların təbirincə desək, şəhid olurdular, gəlirdilər, qadir. Əhali də görürdü, insanlar görürdü ki, bunlar vətən üçün vuruşurlar. Amma indi İran əhalisi nəyi görür? Həmən o din xadimlərinin, dövlət xadimlərinin övladları Avropada, bəli, Avropada, Amerikada tamam fərqli bir geyimdə, biçimdə içki məclislərində, partilərində və bu da mahiyyət etibarilə İranı mənəvi cəhətdən çürüdür. Hətta bir məsələ də var. Yəni ola bilsin hətta dövlətin qanunları saat əqrəbi kimi dəqiq işləyə bilər. Amma millətin, dövləti idarə edən adamların əxlaqı pozulursa, o dövləti qorumaq mümkün deyil. Dövləti qorumaq üçün qanundan vacib əxlaqdır, insan əxlaqı, millətin əxlaqı, elitanın əxlaqı. Elitanın əxlaqı gedirsə, qanun aciz qalır. Qanun heç bir şey elə bilmir, kağız üzərində qalır. Madam ki, İran rejimini əslində ideoloji və mənəvi baxımdan məğlub edən Azərbaycan idi. Bəs bu gün nə üçün Azərbaycanlılar inqilaba dəstək vermirlər? Daha doğrusu, əks inqilaba dəstək vermirlər. Çünki biz Fars və Kürdlərin aktiv şəkildə etirazlara qoşulduğunu görürük, amma Təbriz sükunət içindədir. Siz Təbrizdəki bu sakitliyi nə ilə əlaqələndirirsiniz? Biz bütöv Azərbaycan ocaqlarında bu məsələni müzakirə etmişik. Bu hadisələr təzə başlayan zaman və müşahidə etdik ki, bizim insanlarımız hərəkətə gəlmir. Və təşkilatlarımız arasında da, güney ilə məşğul olan təşkilatlar arasında da bu məsələ ilə bağlı elə bir qeyri-adi bir şey yoxdur. Bir ikilik vardı. Bir hissə tərəfdardır bu olsun, çıxaq, bir hissə tərəfdarı deyildi. Amma biz bütöv Azərbaycan ocaqları olub tərəfdarıyıq o küçələrə çıxmağın. Mərhələlər olubdur ki, milli hərəkat İranda gedən siyasi proseslərdə müraciət edib, təsir edib və iştirak etməyiblər. Düzgün olub. Yəni Azərbaycanlılardan, türklərdən istifadə edə bilməyiblər. Amma indiki mərhələ o deyil. Yəni Pişəvəri dönəmindən, Səttarxan dönəmindən başlayaraq ki, davamlı stat gətiririk, yenə dəmi allanaq, yenə dəmi onların alətinə. Hər tarixi dönəmin, hər anın öz qərarı olmalıdır.
tariximizdə o şeylər olub, etiraz etmirəm. Amma bu gün bizim passiv şəkildə gözləməyimiz bizi məğlubiyyətə aparır. Niyə? Məğlubiyyət Çünki var. onu niyəsinə gələcək. Yəqin Aha. ki, siz Pəhləvini nəzərdə tutursunuz. Çünki bu gün Azərbaycanlılar ayağa qalxmadıqca əks inqilab prosesi əgər gedirsə, buna əks inqilab demək mümkündürsə, bunu fars elitası və fars gəncliyi həyata keçirir. Və təbiidir ki, əgər bu əks inqilab uğur qazansa, sabah Rza Şah Pəhləvinin övladını ölkəyə gətirilməsinə heç kim mane ola bilməyəcək. Heç Azərbaycanlıların da orada deməyə söz haqqı olmayacaq. Çünki inqilabı gerçəkləşdirən tərəf yenə öz müqəddəratını özü təyin edəcək. Siz nə düşünürsünüz? Azərbaycanlılar, yəni ələxüsus güneydəki soydaşlarımız bu barədə düşünürlərmi? Buna necə hazırlaşırlar? Açığı etiraf etməliyik ki, məsələn, bizim millət olaraq hazırlığımız yetərincə deyil. Tutalım, farsların 2 təşkilatı var ciddi. Biri Şahın oğlu, bir də xalq mücahidləri. Yəni gerçək bir komanda tutalım var. Şahın oğlunda elə müşahidə olunmur. Fərd olaraq istifadə edə bilərlər. Bizim məsələn burada mətbuatda rast gəlirəm, deyirlər ki, onun ağlı yoxdur, nə bilim qabiliyyəti yoxdur filan. Elə qabiliyyətsiz adam lazımdır da hakimiyyətə gətirmək. İdarə etmək üçün. İdarə etmək üçün yəni bir dərin nəhəng filosofu gətirəsi deyirlər ki, onu hakimiyyətə gətirənlər. Gəlib İranı yenidən Vursun. Əlbəttə. Yəni mən hesab edirəm heç nəyə yuxarıdan aşağı baxmaq və yaxud dırnaq arası baxmaq lazım deyil. Yəni gerçəkçi olmaq lazımdır. Çünki onun özü gəlmir şəxsən. Onu gətirirlər. Və eləcə də xalq mücahidləri. Xalq mücahidləri amma komandadır. Onların bir komanda kimi sistemdilər. Hazırlıqlı təşkilatdır. Bizim kimimiz var? Yəni bizim nəyimiz var? Azərbaycan türklərinin və yaxud türklərin. Kənarda milli hərəkat var, tanıdıq hər birini də yaxından, uzaqdan. İçəridə də müəyyən təşkilatlarımız, formalaşmış siyasi qüvvələrimiz, qruplarımız var. Amma hesab edirəm əhalinin həcminə görə, İranın həcminə görə, prosesin böyüklüyünə görə yetərincə deyil. Yetərincə deyil. Məsələn, Azərbaycanda başlayan Milli Azadlıq Hərəkatı 88-ci ildə Xalq Cəbhəsi kimi bir hərəkat yarandı və uğurla başa çatdı. Azərbaycan müstəqilliyini bərpa edə bildi. Yəni bu elə belə məsələ deyil. Amma bu gün hələlik o şeyləri orada görə bilmirik. Ona görə biz o meydanlara çıxıb proses qurmalıyıq ki, bizim də ümumi kütlənin içindən lazım olan təşkilatımız və komandamız formalaşsın. Biz pasiv şəkildə arxada qalıb gözləməməliyik. Bəs burada sizcə məsələn 88 ilə müqayisədə 1988-ci il mən xatırlamasam da dövrün tarixindən bilirəm ki, xalqı küçələrə, meydanlara səsləyən bir komanda var idi. Məsələn, o əgər İranda xalq mücahidləri idisə, bizdə də bir ziyalılar var idi. Yusif Səmədoğlu, Ziya Bünyatov, Əbülfəz Elçibənin özü də bir ziyalı idi. Və o insanlar hamısı kompakt şəkildə eyni davaya xidmət edirdilər. İndi sonra fikir ayrılıqları yarandı, bu başqa məsələ. Bugün Güney Azərbaycanlıların elə simaları varmı ki, məhz anında meydanlara insanları səsləsinlər? Niyə çatmır o insanlar? Hardadır o insanlar? Məsələn, Urmiya Universitetinin professorları yoxdurmu? Təbrizdə həkim elitası yoxdurmu? Ərdəbildə üləma belə olsa olar. Bizim 88 hərəkatımızda güya üləmalar yox idi. Qafqaz Müsəlmanları İdarəsinin bugünkü rəhbəri Şeyx özü hərəkata dəstək vermirdi. Niyə Güney Azərbaycanda biz bunları bugün görmürük? Var o insanlar var. Amma bir də təkrar edirəm. Məsələn, tutaq ki, bir var 5, 6, 7, 8, 10 milyon əhali. Bir də var 30-40 milyon əhali. Çox böyük bir güc var orada. Və o göstəriciləri ödəmək çox çətindir ilkin mərhələdə. Yəni hələlik hər kəsi qane edən bir lider yoxdur ortada. Ola bilsin məsələn çox yaxın vaxtda, qısa müddətə o adam üzə çıxa bilər, ola bilər. Ona görə biz daha çox o prosesin, yəni aktiv iştirakın tərəfdarıyıq. Bir də indi Quzey ilə Güneyi müqayisə eləyəndə başqa bir məsələlər də var. Burada konkret bir dövlət vardı. Burada ana dilində universitet vardı. Burada ana dilində orta məktəblər vardı. Burada Azərbaycanın özünün dövlət himni vardı.
burada Azərbaycanın özünün bayrağı vardı, öz prokuraturası, polisi və ilaxır Ali Soveti, parlament xarakterli. Güneyin nəfəri İranda prezidentdir. Aha, indi Digəri də ali dini rəhbərdir. bəli. Biri Sepah komandanıdır. Bəli. Güney Azərbaycanlılar İranda vəzifədədir. Onlar dövlət işini bilirlər, amma istiqlalçı deyillər. Burada məsələ nədir? Bax, bu ana dilində təhsil məsələsini mən nəyə görə dedim? Birinci universitetimiz vardı bizim ana dilimizdə. Yazıçılar Birliyi vardı və yaxud da orta. O problem orada olduğuna görə bu gün həm ziyalı məsələsində çətinlik çəkirik, həm siyasi elita məsələsində çətinlik çəkirik. Ona görə də Azərbaycanın quzeyinin üzərinə çox böyük işlər düşür Güney ilə bağlı. Biz çox ciddi dəstək olmalıyıq onlara bütün məsələlərdə. Pezeşkiyan mövzusu yəqin toxunacaqsınız. Pezeşkiyan onlar hələ keçməyək. Onlara başqa cür yanaşmalıyıq. Bəli, onlara başqa cür yanaşarıq. Amma indi siz dediniz məsələ quzey məsələsidir. Nə etməlidir Azərbaycan Respublikası? Əgər Azərbaycan Respublikası prosesləri izləyir, məsələn 12 günlük müharibəni də izləyirdi və vaxt oldu ki, Təbriz vuruldu, Ərdəbil vuruldu və Azərbaycan Respublikasından strateji müttəfiqi İsrailə bir etiraz gəldi ki, orada dinc vətəndaşların həyatı bizim üçün strateji əhəmiyyətə malikdir. Məsələn, indiki prosesləri də Azərbaycan izləyir, amma Azərbaycan istər-istəməz bir başqa dövlətin daxili işinə müdaxilə edə bilməz. Bu beynəlxalq hüquqla, qanunvericiliklə doğru deyil. İkinci bir tərəfdən tutaq ki, Azərbaycan müdaxilə elədi. Axı heç oradakı azərbaycanlılarla bağlı bir məsələ gündəmdə deyil. Yəni orada nə proses var ki, bu gün Azərbaycan ora müdaxilə eləsin? Bakı nə etməlidir Təbriz üçün bu gün? Buyurun deyin, zəhmət olmasın. Birincisi indiyənə kimi eləməli olduqlarını etməyib. Məsələn, o nədən ibarətdir? Məsələn, biz Bütöv Azərbaycan ocaqlarını quranda bir konsepsiya üzərində qurmuşuq. Məsələn, bunun fəaliyyəti nədən ibarət olacaq və necə formalaşacaq? Məsələn, birinci məsələ kimi qoymuşuq tarix şüuru. Yəni, tariximizin milli şüurda inkişafı üçün yönləndirilməsi, izahı və ilaxır və s. İkinci, coğrafiya şüuru. Yəni, bir millətin gəncləri o vətən sevmək üçün bunu görməlidir. Ki, o vətən nədən ibarətdir? Təkcə Sumqayıt, Bakı, Naxçıvan, Lənkəran ibarət deyil ki, Ərdəbili var, Xoy var, Təbriz var. Yəni, vətəni bütöv görsün. Bir coğrafiya şüurla bağlı bir fəaliyyət istiqamət qoyur. Ümumi bir mədəniyyət, kültür, yəni təkcə quzey yox filan. Və bütün bunlar cəmləşir yekunda bir milli kimlik şüuru yaradır. Bu milli kimlik şüuru olan xalq mütləq dövlət qurur. Onu heç kim haqqını əlindən ala bilməz. İndi Azərbaycan dövləti nə etməli idi? Məsələn, Nadir Şah Əfşar bəyən bir 3 seriyalı bir film çəkə bilməzdi. Orada İsfahanlıya göstərə bilməzdimi sən kimsən? Və yaxud da Səlcuqlarla bağlı bir film Məlik Şahla ya Arpaslanla bağlı da çəkmək olar. Arpaslanla məsələn bağlı bir film çəkə bilməzdin. İsfahanı biz yaratmışıq. O mədəniyyət, böyük mədəniyyət bizim. Çəkmədik. Ağa Məhəmməd Şah Qacarla bağlı çəkə bilməzdik, çəkərdik. Və yaxud Şah İsmayıl Xətai ilə Qacarla bağlı Sovet dövründə bizim xalqımıza yer edilmiş o mənfi təfəkkürü biz dağıda bilməmişik hələ. Məsələn, çəkə bilərdik, çəkmədik, etmədik və bunlar o milli şüurun formalaşmasında çox böyük rol oynayacaq. Bizim görməli işimiz onlardır. Amma mən sizə sual verim də. Məsələn deyirsiniz bunu etməlidik, etməli. Amma məsələn bu elə bir şeydir ki, film deyirsiniz də. Yaxşı, bunu çəkmədik. Güya Azərbaycan müstəqillik dövründə nə film çəkib ki? Razıyam. Yəni biz tutaq ki, güya iş görmüşük, bunu görməmişik. Yəni bizim o kinematografiya sahəsində problemimiz çox dərindir. Yəni başqa bir şey ələ çatan bir şey qoymamışıq orada. Biz heç sevgi kinosu da çəkməmişik yox. Biz Cümhuriyyətlə bağlı da nəsə çəkməmişik. Hətta mən sizə deyim ki, dövlət üçün strateji məsələlər var idi o dövrdə. Qarabağ məsələsi. Doludan başqa bir dənə əl çatan belə normal filmimiz oldu bizim. Dolu da bir Aqil Abbasın fikri idi, yazdı, yaxşı ssenariydi, tutdu. Amma başqa nəyimizsə var idi ki, güya bizim. Yəni o kinematografiya məsələsində elədi ki, dövlət vəsait ayırsa da onu ərsəyə gətirəcək adamlar sanki biraz bizim artıq əhval-ruhiyyəmiz kino əhval-ruhiyyəsi deyildi. Amma bundan başqa Bakı nə etməli idi ki, etməyib? Məsələn, tutalım bizim universitetlərimiz var da burada ana dilində. Texniki universitetləri
qoyuram bir kənara. Məsələn, filologiya, tarix, sosiologiya, fəlsəfə, bildiyin humanitar sahə. Biz nə qədər Güneyli oxutduq ki burada? Ha, tibb fakültəsində bu gün də doludur Güneyli. Aha. Amma humanitarlarda Yox, humanitarlarda gələn yoxdur. aha, gələnlər çox olurdu. Çox olurdu. Amma oxuya bilmədilər. Maraq yoxdur axı Azərbaycan humanitar fənlərinə. Yəni bizdə tədris olunan humanitar fənlərə. Məsələn, elə dostlarımız oldu ki, hətta Siz real faktla qarşılaşmısınız. da çox faktlarla qarşılaşmışıq. Yəni bir də təzədən o şeylərə qayıtmaq istəmirəm. Əvvəllər də toxunmuşuq. Yəni biz istəsək yüzlərlə, minlərlə insan oxutdura bilərdik, gənc oxutdura bilərdik. Bəli. Və bu gün orada prosesin idarə olunmasında onlar çox mühüm rol oynaya bilərdilər. Təəssüflər olsun ki, biz bunu da etmədik. Yəni məsələ bir deyil ki, fundamentaldır bu şeylər, köklü. Yəni daha təzədən o şeyə köklənməyək. Amma bu günün özündə Soft power işlətməyib deyirsiniz Azərbaycan, qısası. bəli, bizim bu sistemli, məsələn, Pişəvəri dövründə böyük bir nümayəndə heyət işləyib. Hələ o inqilaba qədər. Arxalarında kim dururdu onların? Hər halda arxasında duran oldu ya olmadı. Bu böyük bir iş gedib. Əlbəttə gedib. Yəni bu gün də o işə hər hansı bir formada ehtiyac vardı. Mən düşünürəm ki, onu biz yetərincə etmədik. Amma indi köhnəyə köhnəməyək, gələcəkdən danışaq. Bəli, gələcəkdən danışaq. Sabah məsələn, baxın, burada sadəcə mən dediklərinizlə istəmirəm kontrargument deyim, amma bir-iki mənim də yaşadığım nümunələri sizə deyim. Məsələn, yaxşı yadımdadır, elə bir çox yaxın vaxtlarda Tibb Universitetində təhsil alan Güney Azərbaycanlı tələbələrlə bağlı çox heç mənim də burada dilə gətirmək istəmədiyim faktlar ortaya çıxdı. Onlar sən demə Azərbaycan əleyhinə məlumat toplayırdılar. Biz belə hallar da yaşanırdı və Qarabağ müharibəsindən əvvəl Azərbaycan yadımdadır. Səfəvilərlə bağlı tarixi araşdırmalar, Şah İsmayıl abidələrinə bağlı, UNESCO irsində müdafiə məsələsi ilə bağlı İran tərəfinin bizə çox ağır həmlələri və hücumları var idi. Ya bunlar da ortadaydı ki, biz Qarabağdan öncə sanki bir dövlət kimi nəinki bu məsələdə, hətta başqa məsələlərdə də mövqe ortaya qoymaqda çətinlik çəkirdi. Amma Qarabağ bizim dövlətimizin əlini qolunu açdı. Təsadüfi deyil ki, Qarabağdan sonrakı dövrdə İranla yaşanan gərginlikdə biz İranla kəllə-kəlləyə gəldik və Azərbaycan prezidenti İlham Əliyev Güney Azərbaycanla bağlı və Güney Azərbaycanlılarla bağlı bəyanatlar verdi. Birincisi, bizim ümumiyyətlə Azərbaycanın quzeyinin güney ilə bağlı ən mühüm işi maariflənmə olmalıdır. İndi nə qədər bu gecikmişik, gecikməmişik, onun dəxli yoxdur. Yenə də bizim işimiz maariflənmə işidir. Məsələn, bizim televiziyalarda bu işin təbliği başlamalıdır. Mən demirəm o şəkildə geçsin ki, İran nota versin, münasibətlər kəskinləşsin. Lazım gələrsə kəskinləşməlidir, söz yox. Onsuz da kəskinləşir, mərhələlər olur. Biraz mehribanlaşırıq güya süni şəkildə və yenidən gərginlik yaranır. Çünki bu iki dövlətdən biri yaşamalıdır. Bunu hər ikisi yaşaya bilməz. Mümkün deyil. Yəni. Bu ağır bəyanatdır, amma haqlıdır. Mümkün deyil. Yəni ideoloji, siyasi, mənəvi baxımdan heç cür mümkün deyil ki, bu iki dövlət yaşasın. Ya ikisindən biri birinə uzlaşmalıdır, ya da bunu ikisi də yaşaya bilməz. Çətin məsələdir bu məsələ və proses də zamanla bunu göstərir ki, bu alınmır. Çünki orada 40 milyon türk var və burada bir türk dövləti var və bundan hesablaşmalısan. Təkcə bu Azərbaycan Respublikasının gücü deyil ki, ümumi 50 milyonluq xalqın gücü məsələsidir və Fars dövlətini quranlar, o ideologiyanı quranlar, onu yaşadanlar bunu nəzərə almalıdır və alırlar da və zaman-zaman da proses xeyrimizə işləyir. Amma indi bir moment çatıb ki, biz yenidən ciddi uduza bilərik və ona da hazırlaşmalıyıq. Televiziyalarımız, məsələn, nə edə bilər? Bilirsiniz, tabii Azərbaycanda küçələrdə dəfələrlə soruşurlar insanlardan, televiziya baxmıram, internet televiziyalara baxıram, filan, obyektiv məlumat istəyirəm. Amma dövlət kanallarının gücü başqadır tamamilə. Yəni orada o təbliğat sistemi elə qurula bilər ki, o maarifləndirmə işi sizlə mənim 5 il, 10 il çalışdığımı onlar 5 ay eləyə bilərlər. Maarifləndirmə işi getmir. Və bugün əsas odur, ziyalılar çıxsın, Azərbaycandan tarixindən, insan hüquqlarından, insan haqları heç bir dövlətin daxili işi deyil ki. Orada sabah bir Təbrizlinin burnunu qanayırsa, bir professorumuz, akademikimiz çağırılsın, Elmlər Akademiyasının ziyalılarımız çağırılsın, yazıçılar çağırılsın. Orada bir
etiraz eləsin, orada insanlar görsün ki, bunların arxasında duran var. Şahın oğlundan çox özünün soydaşı var, Azərbaycanın quzeyində dövləti var, onun diqqətinə qalır. Yəni bu şeyləri etməli ən azı. Ən azı bu şeyləri etməliyik. Şübhəsiz ki, indi elə şeylər də var, sizlə mənlik deyil. Yəni səfirliklər var burada, o artıq hökumətin işidir, dövlətin işidir. Orada baş verən prosesləri, yəni özümüzə aid olan hissəsini xüsusən çatdırılmasıdır, obyektiv işıqlandırılmasıdır. Çünki biz güc nümayiş etdirməliyik, təcili sürətdə güc nümayiş. Ola da bilər ki, çox şey ola bilər. Yəni tutalım deyirəm, məsələn mən biraz bundan öncə də dedim, hələ gözləmirəm o qədər də. Amma ola da bilər. Yəni mən hökmlə danışa bilmərəm ki. Və biz uduza bilərik. Niyə uduzmalıyıq? Biz orada faktor kimi hiss olunmalıyıq. Avropanın masasında, Amerikanın masasında ki, yox bu Azərbaycan türklərdə var. Bu türklərdə qalxıb baxı və milli şüarlarla çıxış edirlər paralel olaraq. Təkcə sosial yox. Yəni Təbrizin bu gün funksiyası mənim düşüncə bir xüsusən İranda yaşayan türklərin beyin mərkəzi kimi təkcə sosial yox, eyni zamanda milli şüarlarla çıxış etməlidir. Milli haqlarla çıxış etməlidir və bizim İran coğrafiyasındakı mübarizəmiz tədricən sosialdan milli mübarizəyə keçməlidir. Yəni yanaşma hesab edirəm ki, bu şəkildə olmalıdır. Elə təşkilatda da bu şəkildə müzakirə etmişik biz. Bəs siz ümumiyyətlə Güney Azərbaycan coğrafiyasının öz-özlüyündə həmrəyliyinə inanırsınız? Hələ işə quzeyi falan qatmıram amma. Bildim. Sırf güneyi deyirəm. Məsələn, Urmiyalı ilə Təbrizlinin bir inqilabı eyni vaxtda dəstəkləyəcəyinə inanırsınız? Urmiyadır, Ərdəbil, Təbriz, yəni bu ostanlar ki var, yəni Azərbaycan türklərinin milli şüuru daha oyaq, daha aktiv olan. Orada heç bir problem olmayacaq. Heç bir problem olmayacaq və ortaq məxrəcə də gəlinəcək. Milli məsələdə eyni mövqedən də çıxış edəcək. Bizim problem başqadır. Bizim problem o Təbrizdə, Ərdəbildə deyil ki. Biz məsələn 40 milyonuq tutaq ki. 35 milyon deyirik Azərbaycan türkləridir. Digər 5 milyonunu türkmənlər, digərləri təşkil edir. Burada məsələn 20 milyon tam milli şüura malikdir. Özünü Azərbaycanı sayır, Azərbaycan türkü sayır. Amma digər 20 milyonunda ciddi problem var. Mən ona görə dedim ki, o filmlərimizdir, bugünkü televiziyalarımızdır. Orada türklər vahid nöqtəyə gəlməlidir. O vahid nöqtə yoxdur. Məsələn, Məmməd Əmin Rəssuzadə və Əbülfəz Elçibəy nə iş görüblər? Nə iş görüblər? Bu şeylər bugün bu problem yaranmasın deyə. Amma təəssüf ki, müstəqil olsaq da bu problem yarandı. Məsələn, Azərbaycan bu coğrafiyanın buranın adını Azərbaycan qoyulması. Arazın bu üzünün və yaxud Şimali Azərbaycan və yaxud Quzey Azərbaycan. Azərbaycan qoyulması çox ciddi strateji bir uğurdur. Məsələn, əsasən Azərbaycan anlayışı Təbrizə, Ərdəbilə, Urmiya daha çox tarixdə şamil olunub. Nəinki arazın bu üzünə, Gəncəyə, nə bilim Bakıya. Və beləliklə buranın adını Azərbaycan qoymaqla Məhəmməd Əmin Rəssuzadə bölünmüş Azərbaycan yaratdı. Və Seyid Həsən Tağzadə ilə kəllə-kəlləyə gəldi. Bölünmüş Azərbaycan anlayışı yaratdı və dedi, bir var millət, bir var milliyyət. Yəni biz etnos olaraq, qan olaraq türk ola bilərik. Amma bizim vahid hədəfimiz olmasa, biz millət ola bilmirik. Gərək bir vahid hədəf ola bilmir. Və Əbülfəz Elçibəy neynədi? Tutaq ki, yaratdı Bütöv Azərbaycan Birliyi. O qarşıya hədəf qoydu. Vahid Azərbaycan, Bütöv Azərbaycan. Yəni dünyada yaşayan bütün Azərbaycan türklərinin bir hədəf olur. Bütöv Azərbaycan qurmaq. 50 milyonluq xalq və dövlətin institutları da, təşkilatlar, partiyalar, hər kəsin bir hədəf olur. Siyasi mənsubiyyətindən asılı olmayaraq. Bütöv Azərbaycan qurmaq və həyatını Bütöv Azərbaycanı qurmağa həsr edilir. Və bu prosesə insanlar qoşulanda özündən asılı olmayaraq tədricən dəyişir, millətə çevrilir. O tarix və yaxud sadaladığım tarix, coğrafiya, kültürel məsələlər inkişaf edə, öyrənə, gəlir millətə çevrilir və istədiyinə nail olur. Bugün İran coğrafiyasında tutalım ki, bir qismimiz artıq İranı qorumaq haqqında daha çox düşünürük. Nəinki öz ana dilimizdə məktəb istəmək baxımından. Məsələn, bu da gəlir, deməli, hələ biz o millət olaraq orada tam formalaşa bilmədik və bugün onun çətinlikləri var. Hətta mən sizə nəyə görə o sualı verdim? Dediklərinizlə razıyam və nə üçün o sual yarandı məndə?
Çünki biz bəzən həmən bölgələrdən olan dostlarımızla danışanda onların dedikləri üstə düşmür. Məsələn, Ərdəbil cəmaəti daha çox məsələn deyirlər ki, Pəhləvi gələcəyinə rejim qalsın. Urmiya cəmaəti deyir ki, biz sükunət istəyirik çünki biz silahsızıq, burada nəsə olan kimi kürdlərlə qarşı durma. O Kürd məsələsi Urmiya cəmaətinin gözünün qabağındadır. Onları çox ciddi cəhətlə narahat edir. Təbriz cəmaəti isə deyir ki, mən baxıram hələ əraziyə, bölgələrə baxıram ki, məsələn, Həmədanda bir şey yoxdur, Qaraçayda bir şey yoxdur, Qaradağda bir şey yoxdur, Zəncanda, Marağada bir şey yoxdur. Hələ ki mənim oradakı azərbaycanlıların qalxmayıb, kulminasiya mənəm. Gözləyirəm ora qalsın ki, mən qalxam. Bu boyda böyük fikir ayrılıqları var azərbaycanlıların içərisində. Və bizə neçə il lazım olacaq ki, bu insanları birləşdirək? Deməli, bu Təbriz, Ərdəbil, Urmiya filan burada ciddi, çox qısa müddətə o xırda məsələlər götürüləcək aracadan. Belə 3 mitinq, 3 yürüyüş bəs eləyir. O çox asan həll olunan şeydir. Həll olunmayan çətin məsələ, məsələn tutaq ki, Tehran türkləri necə hərəkət eləyəcək? İran şəhər təfəkkürüdür, deyilmi? Həll olunmayan məsələ İran şəhəri. Bəli. Problem odur. Məsələn, Qəzvin türkləri, Həmədan türkləri necə hərəkət eləyəcək? Kərəçdə vəziyyət nə yerdə olacaq? Çünki biz türklərin böyük əksəriyyəti ilə orada yaşayır. Məsələn, Tehran şəhərində təkcə Azərbaycan Respublikasında yaşayan əhali qədər Azərbaycan türkü yaşayır. Düzdür? Və böyük bir gücdür. Və təsəvvürünüzə gətirin, türklərin bir qismi bölünüb İranın bütövlüyünü qorumaq istəyir, İranı yaşatmaq istəyir. Söhbət Azərbaycan ideallarından yox. Yəni bildiyimiz o Pəhləvinin oğlunla, Pəhləvilərlə. Bir qismi də tutaq ki, müstəqil dövlət istəyir. Və biz həll edə bilmədiyimiz bu günə kimi məsələ budur. Və bu küçələrə, meydanlara çıxmaq da, təşəbbüsü götürmək, öndə olmaq da, bütün bu məsələlərin lideri olmaq da birinci növbədə bunun üçün vacibdir. Çünki kütlə psixologiyasında belə bir məsələ var. Kütlə hərəkətdə keçən zaman həm onun qorxu hissi keçir. Ümumiyyətlə şüur aktivləşir. Ümumiyyətlə analiz qabiliyyəti aktivləşir. Və istər-istəməz proseslərin gedişində İran coğrafiyasında millətlərin problemi yaranacaq. Əlbəttə. Mütləq yaranacaq. Bu sosial problemlərin sonu... Əgər Pəhləvi kartı oynanılırsa, bu deməkdir ki, İran ən az 3-ə bölünəcək. Bəli. Deməli, biz bu sosial məsələdə belə liderliyi götürməliyik ki, özümüzün o Tehrandakı türklərimizlə, Təbrizdəki türklərimiz bu məsələdə eyni müstəvidə olsun. Sonra digərləri bizim üstümüzə gələndə bölünmə olanda ikisi bir yerdə ayrıla bilsin. Bunlar Tehran türkləri bir mövqe, Təbriz türkləri bir mövqe tutacaqsa, bu hətta Azərbaycanın kiçik bir hissəsi ilə bütövləşmə Azərbaycan bütövləşməsi demək deyildir. Və bu çox ağır bir məğlubiyyət deməkdir, strateji məğlubiyyət deməkdir. Çünki bunun fəsadları sonradan çox ağır olacaq. Elə şeylər də var, hələlik danışmayaq, sonra danışarıq. Belə bir ssenari düşünək. Rejim əks inqilab prosesi intensivləşir, ixtişaşlar böyüyür. 1 ay, 2 ay, 3 ay, 6 ay, məsələn, İslam inqilabı 1 ildən çox davam elədi də, o inqilabi proses. Burada da əks inqilabi proses bir 6 ay, 7 ay çəkir və rejim devrilir. Amma ölkənin seçki ilə seçilmiş prezidenti Pezeşkiyan var. Pəhləvi təyyarəsi Tehrana yaxınlaşır. Pezeşkiyan təyyarəsi Təbrizə yaxınlaşır. Və Pezeşkiyan həyatda qalmaq üçün və siyasi karyerasını xilas eləmək üçün Təbrizdə xalqa müraciət edir. Mən Azərbaycan xalqını öz müqəddəratını təyin etməyə səsləyirəm. Bu Güney Azərbaycan xalqında nə reaksiya yarada bilər? Sizcə Pezeşkiyan Güney Azərbaycan tarixində belə bir siyasi fenomen kimi qala bilər, yoxsa o inqilabın dağıntıları altında qalıb sıradan çıxacaq? Fikrimdə anlaşılmazlıq yaranmasın deyə birinci ifadə etmək istəyirəm ki, Pezeşkiyan haqqında münasibətim, yəni fikrim müsbətdir. Yəni bilirsiniz, mən fikir söyləyənlər də çoxdur. Ümumiyyətlə fikrim müsbətdir. Amma hal-hazırda ümumi ki Pezeşkiyanla bağlı təbliğat gedir, onu qüsurlu hesab edirəm. Yəni müsbət təbliğatı təbliğat da yox, daha çox söykənmə
Birinci, ümumi millətə və təşkilatlanma məsələlərinə fikir verməliyik. Məsələn, Pezeşkanın hakimiyyətə gəlməsi bizim milli qüvvələrin zəifləməsinə səbəb oldu. Təşkilatların zəifləməsinə səbəb oldu. Bizə isə daha çox təşkilat lazımdır. Daha çox insanların milli şüura sahib olmasına gərək var. Pezeşkan farslarla türklər arasında kompromis, uzlaşma bir adam kimi gətirildi hakimiyyətə. Eyni zamanda İranla Qərbin arasında uzlaşma. Bu uzlaşma insanıdır. Amma İran qarışır və tutaq siz deyən ssenari olmur, Pezeşkanı məhv edirlər. Onda nə olur? Heç nəyimiz qalmır. Həm təşkilatlarımızı Pezeşkanın gəlməyi ilə zəiflətmiş olurlar, həm Pezeşkanın özünü məhv edirlər. Bütün istiqamətlərdə məğlub oldu. Deməli biz bir fərdə hələlik daha çox söykənməkdansa, ümumi işimizi aparmaq haqqında düşünməliyik. İkinci, məsələn, Pezeşkan Azərbaycana qayıdıb, Azərbaycan türklərini toplama iddiasından birbaşa addım atarsa, onu situasiya bildirir, yanlış olar. Hesab edirəm ki, ümumi İran xalqının adından çıxış etməlidir. Və zamanı çatanda Azərbaycan xalqının adından çıxış etməli. Niyə? Bu artıq biraz federalist fikir oldu. Çünki bizim bir təkrar edirəm, Güney Azərbaycanda, Təbrizi biz ifadə eləyəndə bütöv Azərbaycan ocaqlarında Güney Azərbaycan kimi ifadə etmirik, Mərkəzi Azərbaycan sayırıq, Tehranı Güney Azərbaycan sayırıq. Yəni, orada bizim problem var. Tehranda kim oturacaqsa, İran coğrafiyasının taleyini həll edəcək. Təbrizdə oturan yox. Təbrizdə oturan Ərdəbilin, Urmiyanın taleyini həll edə bilər. Tehrandan Təbrizə qayıtmaq, Həmədandan, Qəzvindən, Tehrandan imtina deməkdir. Birinci növbədə biz hələ Tehran haqqında düşünməliyik. Çünki Tehranda olan sahimiz, bir daha təkrar edirəm ki, Azərbaycanın quzeyində olandan çoxdur ki, az deyil. Və gələcəkdə proseslərin gedişi göstərər ki, o Təbrizə qayıtmalıdır ya yox. Bir də İranda belə bir proses gedir. Biz də onu bir neçə ildir izləyirik, bir 4-5 ildir izləyirik. İran çürüməsi sürətləndikdən sonra İran siyasi elitasında hakimiyyətdə olan o millətlər ki var, hər kəs öz milli mənsubiyyətinə yaxın olan liderin ətrafında daha çox mərkəzləşir. Bu illərdir davam edir artıq. Kürd mənşəli liderin ətrafında, məsələn, orada hakimiyyətdə kürdlər, fars mənşəli, türk mənşəlinin ətrafında da türk mənşəli. Bu proses var. Amma SR-nin xatırlayırsınızsa, mən xatırlamaram, amma siz dəqiq xatırlayırsınız. Son dövründə də vəziyyət aşağı yuxarı. Bəli. İndi bizim elə şeylər var, tələsməməli. Siyasət oyunun şərtləri nə qədər və hara kimi getmək maksimum mümkündürsə, hələ ona getməli. Tələsik Təbrizə qaçmamalıyıq. Yəni, həm fikir baxımından, həm təbliğat baxımından bütün istiqamət. Vətəndaş müharibəsi riski gözləyirsiniz? Bəli. Oradan sağ çıxma ehtimalımız Türkiyə, Azərbaycanın hərbi dəstəyi olmadan necə baş tuta bilər? Yox, məcbur olacaqlar məncə. Elə vəziyyət yarana bilər ki, məcbur olacaqlar. Yəni, elə siz özünüzdən şəxsən götürün, ya mən götürüm. Yəni, məsələn, tutaq ki, hansısa bir terror təşkilatı Sulduzda, Urmiyada silahı götürüb əhalimizi kütləvi şəkildə qıracaqsa, burada oturub baxası deyilik ki. Yəni, hakimiyyət də tab gətirməz bunun qabağında, xalqın etirazının qabağında. Zağros dağlarını keçmək nə qədər çox uğurlu hərbi əməliyyat bölgəsi deyil axı ora. Söhbət, məsələn, şeydən getmir. Təkcə uğurlu, uğursuz əməliyyatdan getmir. Bu artıq bu işin xarakteri bütün tamamilə dəyişir. Çünki burada bu əgər açıq danışaq, yəni bu İsrail və yaxud Amerika, digər o güclər İran coğrafiyası, İran parçalanırsa və burada bir Kürd dövləti yaratmaq və xüsusən də Qərbi Azərbaycan torpaqları hesabına yaratmağa çalışırsa və orada özünə bir qərargah qurursa, yəni Türkiyə buna susa bilməz. Yəni bu Türkiyə üçün son dərəcə strateji və əhəmiyyətli bir məsələdir və istər-istəməz bu düşünürəm ki, hərbi müdaxiləyə gətirib çıxaracaq. Təşəkkür edirəm dəyərli söhbətə görə. Bizi olun. tarixə qaytardınız, bu günə qaytardınız, gələcəyə istiqamət verdiniz, çağırışlar elədiniz və ən əsası populizmdən kənar real təhlillər verdiniz. Çox minnətdaram. Təşəkkür edirəm. Mən minnətdaram. Sağ olun.